Salam hörmətli izləyicilər. Keçən dəfə biz 6-cı sinif kiçik summativ qiymətləndirmə 2-nin A variantını Azərbaycan dilindən izah etmişdik. Bu gün də istəyirəm B variantını izah edək. Əvvəlcə kiçik bir mətin var. Asan bir mətindir. Həmin mətni oxuyaq, sonra sualları, cavabları deyək. Keçmiş zamanlarda bir cavan oğlan həmişə öz kasıblığından şikayət edərdi. Ah, nə yaxşı olardı ki, mənim də çoxlu var-dövlətim olaydı. Onda mən həmişə deyib, gülüb yaşayardım, deyə o həmişə zarıldayardı. Bir qoca onun evinin yanından keçəndə oğlanın sözlərini eşidib dedi. Sən nədən şikayətlənirsən? Sən ki, böyük dövlət sahibisən. Mən dövlət sahibiyəm, deyə oğlan təəccüb elədi. Bəs hanı? Sənin gözlərin, sən bir gözünün əvəzinə nə almaq istərdin, deyə qoca ondan soruşdu. Sən nə danışırsan? Deyə oğlan təşvişlə ona cavab verdi. Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. Yaxşı, deyə qoca sözünə davam etdi. Onda gəl, əllərini ver kəsilsin. Əvəzinə sən çoxlu qızıl alarsan. Yox, mən əllərimi qızıla satmaram, deyə oğlan cavab verdi. Qoca dedi, indi görürsən ki, sən necə dövlətlisən? Bəs nə üçün şikayətlənirsən? Mənə inan. İnsan üçün ən böyük dövlət, qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz. Qoca bunu deyib öz yolu ilə çıxıb getdi. Maraqlı bir mətin idi bu da, mənalı, məntiqli bir mətin idi. Və indi suallara baxaq. Mətnə əsasən yanlış fikri seçin. Bizə nə lazımdır? Yanlış. Cavan oğlan halından narazı idi. Bəli, biz oxuduq, narazılıq edirdi. Cavan oğlan qonağı olan qocaya halından şikayət edirdi. Bunu saxlayaq. Oğlan əllərini qızıldan daha qiymətli hesab etdi. Bəli, dedi ki, mən qızıla dəyişmərəm. Oğlan həmişə kasıb olmasından şikayət edərdi. Bəli, oğlan var dövlət olarsa güləcəyini hesab edirdi. Çünki birinci cümlədə deyilirdi ki, mənim var dövlətim olaydı, deyib gülüb əylənərdim, yaşayardım. Demək, burada uşaqlar yanlış cavab oldu, B bəndi. Baxaq, çünki baxın, burada deyilir ki, oğlan qonağı olan qocayı halından şikayət edirdi. Amma burada nə yazılıb, baxın. Bir qoca, 3-cü abzasda, bir qoca onun evinin yanından keçəndə, qoca həmin oğlanın qonağı yox, sadəcə evin yanından keçən bir şəxs idi. Ona görə B bəndi yanlışdır. Keçək ikinci suala. Mətnə əsasən cavan oğlan haqqında nəyi ehtimal edə bilərik? Yəni də bu mətndə yoxdur, amma özümüz mətnə görə ona ehtimal edə bilərik. A bəndə oğlan həmişə narazı idi. Bəli, bu ehtimal deyil, bu mətndə var. Oğlan gözünü xəzinədən üstün tutur. Bəli, bu da heç bir xəzinəyi dəyişmərəm deyil, bu da var. Oğlan böyük dövlət sahibi olduğunu anladı. Sonra D bəndində deyilir ki, oğlan qocanı evindən qovdu. Bu ehtimal deyil, çünki belə bir şey yox idi. Oğlanın gözləri görmürdü. Belə bir şey də yoxdur. Bu da mətndə yoxdur. Yəni ehtimal ola bilməz. Cavab burada olacaq da C bəndi. Oğlan böyük dövlət sahibi olduğuna inandı. Əslində bu mətnin sonu qocanın sözləri ilə bitdi və sonra qoca deyir, öz yolu ilə çıxıb getdi. Amma sonra oğlanın fikri burada qeyd olunmadı. Əslində oğlan başa düşdü, ehtimala görə o anladı ki, böyük dövlət sahibidir. Çünki onun gözləri xəzinədən üstündür, əlləri xəzinədən, puldan üstündür. Ona görə cavab oldu C bəndi. Keçək digər suala. Digər sual da mətnə aiddir. Mətnə əsasən doğru fikri seçin. Qoca kişi varlı idi. Belə bir fikir mətndə yox idi. Qoca cavana baxanda öz keçmişini xatırladı. Belə bir fikir də yoxdur. C bəndi qoca müdrik idi. D bəndi qoca xəstə olduğu üçün oğlanla razılaşmırdı. Belə bir fikir də yoxdur ki, qoca orada xəstə idi və qoca oğlana pul vermək istəyirdi. Burada da elə bir şey yoxdur. Cavab burada uşaqlar olur C bəndi. Qoca müdrik idi. Çünki baxın, müdrik sözün mənası nədir? Ağıllı, çox ağıllı idi. Çünki bu sözlərlə o, cavan oğlanı başa sala bildi. Keçək 4-cü suala. Tünd qara hərflərlə verilmiş sözün izahını seçin. İndi biz mətndən baxaq ki, tünd qara hərflərlə verilmiş söz hansıdır? Burada biz görürük ki, baxın, təşvişlə sözüdür. Təşvişlə. Cümləni oxuyuruq ki, tam anlayaq ki, burada hansı sözünə əvəz etmək olar? Sən nə danışırsan deyə oğlan təşvişlə ona cavab verdi. Həmin sözü nə ilə əvəz etmək olar? Təbii ki, həyəcanla dedi. Həyəcanla A bəndi
Yəni həyəcanla sözü ilə əvəz etmək olar. Keçək digər suala. 5-ci sual. 5-ci sualda deyilir: mətnin ideyasına uyğun fikri seçin. Mətnin ideyasında nə deyilir? Yəni ideyası nə deməkdir? Bu mətn bizə nə demək istəyir? Bu mətndən çıxan nəticə. A bəndi: acgöz adam dünyaya sahib olsa da gözü yenə onda bundadır. Belə bir fikir mətndə yox idi. B bəndi: ataların var dövləti çox vaxt övladlara bədbəxtlik gətirir. Burada var dövlətdən, var dövlətin gətirdiyi bədbəxtlikdən söhbət getmədi. C bəndi: bu günün israfçısı sabahın dilənçisidir. Burada da israfçılıqdan söhbət açılmadı. D bəndi: müəyyən bir həddə çatanda pul öz sahibini də satın alır. Bu belə bir fikir də yox idi. E bəndi: sağlıq ən böyük varlıqdır. Bəli, bu sualın cavabı elə Y bəndidir. Çünki burada biz gördük ki, söhbət sağlıqdan, nə qədər insan sağlığının qiymətli olduğundan, xəzinədən üstün olduğundan söhbət getdi. Cavab oldu Y bəndi. Keçək 6-cı suala. 6-cı sual artıq qayda sualıdır. Bundan sonraki suallar. Aşağıdakı sözlərdən hansı yanlış yazılmışdı? Bu qayda 6-cı siniflər üçün keçilib. Aerodinamika biçik yazılıb, bu doğrudur. Əks səda defislə, eks-prezident defislə, qeyri-adi defislə, vitse-prezident də necə yazılmalıydı? Defislə. Bəli, bu yanlış yazılıb. 7. Bitki hiponimini seç. Hiperonim nə idi? Ümumi olan sözlər idi. Hiponimlər isə ona daxil olan konkret sözlər idi. Bitki sözünün daxil olan söz hansı ola bilər? Təbii ki, heyvan olmaz, canlı olmaz. Canlı çünki təkcə bitki deyil. Dağ olmaz, məxluq olmaz. Cavab olar bitkinin növü pomidor. Səhv yazılmış sözün olduğu cümləni seçin. Səhv yazılmış söz indi bu bölmədə, yəni ikinci bölmədə 6-cı siniflər sonu qoşa samitlə bitən, incisi qoşa samitlə bitən tək hecalı sözlər keçmişdi. Məsələn, sir kimi, sir, fən, həz, həd, his kimi sözlər keçmişdi ki, həmin sözləri qaydasını keçmişdik. Qayda necə idi? Əgər biz bu sözlərə saitlə başlanan şəkil çağırdırdıqda qoşa samitlər yerində qalır. Saitlə başlanan şəkil çağırdırdıqda yerində qalır. Samitlə başlanan şəkil çağırdırdıqda isə qoşa samitlərdən biri düşür. Məsələn, bir dənə nümunə yazaq. Sirdən. Bu belə olmalıydı. İndi biz həmin qaydaya uyğun bir cavab seçməliyik. Burada baxın, həddi hüdudu doğrudur. Hək sözü doğrudur. Tip sözü doğrudur. Və zidlik sözü doğrudur. Çünki özündən sonra samit gəlib və bir d ilə yazılıb. Amma burada yanlış cavab xəttkeşdir. Çünki xəttkeş sözündə özündən sonra samitlə başlanan şəkilçi gəlib. Amma t-ların həksi yazılıb. Burada bir dənə t olmalıydı. Cavab oldu hansı uşaqlar? D bəndi. Keçək digər suala. Digər sual belədir. Hansı cümlədə səhv yazılmış söz tələffüz formasında yazılıb? Artıq biz burada səhv yazılmış söz, adi səhv yazılmış sözü tapmırıq. O həmin səhv yazılmış söz tələffüz formasında olmalıdır. Cəbrə aid ilkin tədqiqatlar 4000 il əvvəl Babilistanda aparılmışdı. Burada yoxdur. Yəni səhv yazılmış söz yoxdur. Durnalar oxumağa Vaqifə hüzün gətirmir. Burada da yoxdur. Molla Şirəlinin səbir kasası daşdı. Baxın, burada səbir sözü belə yazılmalıdır. Baxın, səbir i olmalıdır, amma tələffüzü də bir olmalı. Yazılışda bu yanlışdır. Yəni tələffüz formasına verilməyib. Y bəndində isə yazılıb sədr iclası açdı. Burada sədr sözü də elə sədr kimi tələffüz olunur. Ona görə bu da deyil. Cavab olmalıdır D bəndi. Çünki D bəndində yazılıb. Xeyr, əslində xeyr. Xeyr. Hacı Həsən ağa qoy şeyx cənabları bizdə qonaq olsun. Hacı Həsən ağa qoy şeyx cənablar bizdə qonaq olsun. Burada xeyr sözü tələffüz formasına verilmişdi. Amma necə olmalıydı? Xeyr. Cavab oldu D bəndi. Digər suala keçək. Mürəkkəb adın yazılışı var, səhv yazıldığı variantı seçin. Artıq bu bölmədə 6-cı siniflər həm də mürəkkəb adla mövzusunu keçiblər. Onun yazılışına aid qaydalar keçiblər. İndi biz bir-bir baxaq. Y bəndinə başlayaq. Y bəndində deyil. Yusif Şah hakimiyyət başına gələn günü Axund Səməd, Zaman xan, Mirzə Möhsün, Mirzə Yəhya mənsəb sahiblərini Ərk qalasında olan zindana saldırır. Burada olduqca çox mürəkkəb ad görürük, amma hər biri düzgün yazılır. Bizə lazımı səhv yazılsın. D bəndini çıxar. D bəndi Füzuli küçəsi Azərbaycan paytaxtı Bakı şəhərində cənub-qərbdən şimal-şərqə uzanan küçədir. Füzuli küçəsi sözü doğru yazılıb. Burada mürəkkəb ad Azərbaycan Bakı şəhəri də doğru yazılıb. Ona görə bunu da çıxırıq. Dənizə bu adı günəşli, Aralıq dənizi sahillərdə məskunlaşmış türk və fars səyyahları veriblər. Burada isə Aralıq dənizi sözü mürəkkəb addır və doğru yazılır. B bəndi Məhəmməd Hadimi 494-cü ildə
İraqın Kərbala şəhərinin Məhəmməd Füzuli, daha doğrusu hadisi Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbala şəhərində doğulmuşdu. Burada da Məhəmməd Füzuli sözü, Kərbala şəhər sözü hər biri doğru yazılmışdır. Amma A bəndində isə yazılıbdır ki, Şimal Buzlu okeanı dünyada ən kiçik və ən dayaz okeandır. Şimal okean sözləri doğru yazılsa da, buzlu söz necə yazılmalıydı? Böyük hərflə. Buna görə A bəndi yanlışdır. Keçək digər suala. Digər sualımız belədir. 10-cu sual. Aşağı sürüşdürək. Hiponimlərin birləşməsi ilə yaranan mürəkkəb sözün birləşdiyi cümləni seçin. Hiponimlər bayaq biz dedik ki, ümumi yox, konkret olan sözlərdir. Məsələn, yenə Y bəndinə başlayaq. Qara toyuq balaları üçün özünü fəda etməyə də hazır idi. Qara toyuq burada mürəkkəb sözdür, lakin hiponimlər deyil. Qaçaqaç zamanı dostlarını unutmadı. Qaçaqaç sözü mürəkkəb sözdür, amma hiponimlər deyil. Ev eşik ona mərhum babasını xatırladırdı. Burada ev eşik sözü mürəkkəb sözdür, amma hiponimlər deyil. Gec-tez hər kəs niyyətinə görə mükafatlandırılacaq. Gec-tez sözü antonim sözdür. Antonimlə birləşməsinə əmələ gəlmişdir. Amma nə deyil uşaqlar? Hiponim deyil. Və A bəndi. Maşına yığılan yorğan döşək təzə idi. Burada yorğan döşək sözü hiponimdir. Məsələn, ola bilər ev əşyaları və s. Keçək digər suala. Fərqləndirilmiş sözlərdən hansı defislə yazılmamalıdır? Bu da sonuncu mövzuydu, qaydaydı 6-cı siniflərdə. Burada baxın, sonradan sonraya doğrudur, uzaqdan uzağa doğrudur, birdən-birə doğrudur. Dərindən dərin, bu da doğrudur. Ürəkdən ürəyə körpü. Burada nədən nəyə olmalıdır və burada defis olmamalıdır. Burada ayrı yazılmalıydı. Cavab oldu D bəndi. 13-cü sual. Fərqləndirilmiş hansı sözün yazılışı səhvdir? Yenə yazılışı səhv olan sözlərə baxırıq və bu sözlər hər biri dəstlikdə verilmişdir. Baxın uşaqlar, əks hücum doğrudur. Əks səda doğrudur, əks kəşfiyyat doğrudur, əks təsir doğrudur, amma əks halda sözü defislə yazılmır, ayrı yazılır. Buna görə cavab oldu B bəndi. Digər suala keçək. Verilmiş sözlər uyğun olaraq cədvəli tamamlayın. Keçən variantda da eyni belə bir sual var idi, amma burada sözlər fərqlidir. Silah, insan, mühəndislik, qılınc, oğlan, tank, qız, peşə, həkimlik, dərzilik, uşaq, tüfəng. Biz burada əvvəlcə hiperonimlər seçək. Birinci silah. Silah seçək birinci, baxın. Silah. Sonra ikinci seçə bilərik insan. Üçüncü də seçə bilərik peşə. İndi buna uyğun olan hiponimlər aşağıda yazaq. Silaha aid nə ola bilər uşaqlar? Qılınc. Qılınc. Sonra tank. Bir də nə ola bilər? Tüfəng. Tüfəng. İkinci, insana nə aiddir? Qız, oğlan. Qız, oğlan. Başqa varmı? Uşaq. Qız, oğlan, uşaq. Peşə isə nə aiddir? Mühəndislik. Qısa yazıram, siz başa düşərsiniz. Sonra həkimlik, dərzilik. Həkimlik, bir də dərzilik. Burada peşənin nəyidir? Hiponimlərdir. Keçək digər suala. Digər sualımız isə 15-ci sual. Ulduz işarəsinin yerinə saitin olmalı və olmamalı olduğu nəzərə alaraq sözlər cədvəli köçürün. İndi biz bu sözlər bir-bir, cədvəl də bu formadadır, baxın uşaqlar. Bir saitli sözlər, iki saitli sözlər və hər ikisi olur. Həm bir, həm də iki saitli. Biz elə burada onu aydınlaşdıraq. Meyil. Baxın, meyil sözü iki hecalıdır. Bunu iki saitliğin altına yazacaqsınız. Nəsil iki hecalıdır. İki saitlidir, yəni ömür. Ömür. Sonra səbir. İki hecalı aid yazırsınız. Höküm bir hecalı. Sonra hüsün bir hecalı. Sonra burada kəsir. Bu kəsir sözünün haqqında danışacağım. Baxın, kəsir. Hər ikisi ola bilər, kəsir. Bir də var kəsir. İndi mənası nədir? İndi deyəcəm. Qəbiz sözü bir hecalı. Qəbiz. Xeyir sözü hər ikisi ola bilər. Həm iynə ola bilər, həm də xeyir. Yox mənasında ola bilər, iysiz. Mətin sözü də bir var, yazılı parça mətin. Bir də var mətin.
dözümlü mənasında həm i ilə, həm bir saitli, həm də iki saitli sözün içərisində yazırız. Demək, həm bir saitli, həm iki saitli sözün içərisində nə yazırıq? Xeyir, mətin, bir də kəsir. Kəsir sözünün mənasında deyim sizə. Bir var kəsir, riyaziyyatda keçdiyiniz, bir də var kəsir çatışmazlıqdır. Məsələn, planda kəsir nəzərə çarpdı. Yəni ki, yığılan yeşiklərdə 3 yığılan alma yeşiklərindən 3 yeşik alma kəsir idi. Yəni ki, çatışmırdı mənasında kəsir sözü həm i ilə, həm də kəsir, riyaziyyatda keçdiyiniz kəsir mənasında işlənir. Bu üçünü siz üçüncü xanaya yazacaqsınız. Bir də burada bir söz qaldı mı görəsən baxaq. Hüzün sözü var. Hüzün sözü də bir saitli sözdür. Hüzün. Yaxşı, bu suallarımız 15 sualdan ibarət idi kiçik summativ qiymətləndirmə. Yəqin ki, yararlı oldu. Əgər yararlı oldusa, bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun.